Salam, axşamınız xeyir uşaqlar, necəsiz? Ümid edirəm işləriniz yaxşıdır, qaydasındadır. Bizim sizinlə bugünkü dərsimiz alınmadı, ona görə tez bazar bir dənə video çəkib atacağım. İzləyə bilirsiniz, izləyərsiniz. Testini mən sizə qrupda yazdığım qədər işləyərsiniz. Geri qalanına öz dərsimizdə, canlı dərsimizdə baxarıq artıq. Deməli, mövzumuz nə idi? Complex object, yəni mürəkkəb tamamlıq. Biz mürəkkəb deyəndə nə başa düşürük? Burada bir söz, bir nitq hissəsi yoxdur. Bir neçə nitq hissəsi var. Yəni 2 və daha artıq nitq hissəsindən ibarət olur mürəkkəb tamamlıq. Hissəsini. Yəni bu nə deməkdir? Baxın, indi bir dənə nümunə yazım sizə. I saw him in the street. Mən onu küçədə gördüm. Kimi? Onu. I saw him coming in the street. Coming to the street. Küçəyə gələrkən gördüm. Nəyi gördüm? Onun gəlməyini. Düzdürmü? Artıq burada 2 nitq hissəsi var. Baxın, burada sadəcə bir nitq hissəsi ilə ifadə olunub tamamlığımız. Burada isə 2-1 əvəzliyimiz var. Bir də feilimiz var. Yəni burada mürəkkəb tamamlıqda bir olmalıdır obyekt. Bir də olmalıdır hərəkət bildirən, yəni feil. Obyektimiz nə ola bilər? Obyektimiz ola bilər birincisi. Obyekt halında olan əvəzlik. Biz nə öyrənmişdik? Deməli, əvəzliklərin, şəxs əvəzliklərinin 2 forması var idi. Adlı hal, hansı ki bunlar olurdu mübtəda. Bir də var idi ki, obyekt halında olanlar. Bunlar da cümlənin olurdu nəyi? Tamamlığı. Məsələn, nə idi bunlar? Me, you, him, her, it, us, them. Düzdürmü? İkincisi nə ola bilər? Ad bildirən isimlər. Bunlar adam adları da ola bilər. Məsələn, Tom və yaxud da Sara və yaxud da adi isimlər ola bilər. Məsələn, children, boys, girls, people, etc. Yəni, istənilən bir şey ola bilər. Üçüncüsü nə ola bilər? Qeyri-müəyyən əvəzliklərin törəmələri. Somebody, anybody və yaxud da everybody və s. Tamam mı? Deməli, obyektlərimiz bunlar ola bilər. Feildirsə, ikinci tərəf isə aydın məsələdir ki, əlbəttə feil ola bilər. Bu ikinci hissədəki feilimiz var, ha. Bu feil 3 cür ola bilər. Bir ola bilər to-suz. Bir ola bilər to ilə. Bir də ola bilər ing ilə. Məsələn, I saw, yoxsa onu yazmışıq da yuxarıda. I let him go. I watch him going. I wanted him to come. Gördünüzmü? To go deyim də. Baxın, birinci cümlədə hər üçü mürəkkəb tamamlıqdır. Düzdürmü? Birinci cümlədə to-suzdur. İkinci cümlədə ing ilədir. Üçüncü cümlədə isə to-lu vermişəm, yəni məsdər formasında vermişəm. Artıq buradakı mürəkkəb tamamlığın necə işlənməsi bilirsiniz nədən asılıdır? Cümlənin xəbərindən. Yəni bu let go istəyibdir. Watch-a görə burada ing olubdur. Wanted-ə görə burada to go olubdur. Deməli, bizim 3 kateqoriyada feillərimiz var. Birinci kateqoriya hansı ki, 2 feilimiz var burada cəmi, let və make feilləri. Bunlardan sonra tamamlığımız to-suz işlənir. To-suz da heç bir şəkilsiz işlənir. Orada let-ə aid yazmışdım, bir də make-ə aid yazdım. I make her to neymiş? I make her wash the dishes. Mən vadar etdim. Nəyə vadar etdim? Onu qabları yumağa. Gördünüzmü? 2 dənə tamamlığım var mənim. 2 tamamlığım birləşibdir. O var, bir də qabları yumaq var. Deməli, burada nə oldu? Birinci kateqoriyada let və make feilləri cəmi 2 feilim var. Çox asan yadda qalacaq. Bunlardan sonra to işlətmirik. Feilimiz to-suz və şəkilsiz işlənir. Amma burada 2 dənə istisnam var. Birinci istisnam odur ki,
make feili məchul növdə olarkən, məchulda olarsa, tamamlıq to ilə işlənir. Məsələn, yuxarıda yazdığım cümlə məlumdadır. Gəlin onu elə məchula çevirək. She is made to wash the dishes. Gördünüzmü? Məchula çevirərkən avtomatik obyekt halımızdakı tamamlığımızın feilin qarşısına to, məstər hissəciyi artırdıq. Sadəcə məchulda. İkinci istisnam nədir? Make ilə olan ifadələr var. Hansı ki, bunlar kitabınızda da var idi. Make fire, make money, make a mistake və s. Bu ifadələrdən sonra to işlənə bilər. Amma bu o demək deyil ki, bu tamamlıqdır. Burada to-nu işlətməyim. Burada mürəkkəb tamamlıqdan söhbət getmir. Bunlar sadəcə fix ifadələrdir. I made a fire to cook a chicken. Mən toyuğu bişirmək üçün ocaq qaladım və yaxud da qızınmaq üçün ocaq qaladım. Buradakı artıq to cook mürəkkəb tamamlığın bir parçası deyil. Ona görə burada to işlənir. Bir də üçüncü belə bir haşiyə çıxım ki, let feili məchulda işlənmir. Yəni, make məchuldadır, məchul da o ilə to işlədirəm. Götürüb leti də məchulda olanda onun yanına to qoyum. Belə bir şey yoxdur. Let feili məchulda işlənmir. I let him go yazmışıq, düzdürmü? He was let deyə bir şey yoxdur. Məchulda let feilinin əvəzinə allow feili işlənir. Məsələn, belə olacaqdı. He was allowed to go. Allow feili də üçüncü kateqoriyadır. Biz ona çatanda deyəcəyik. Ondan sonra məchuldur, məlumdur, fərq etmir. Həmişə to işlənir. Amma bir dəfəli yadınızda saxlayın. Let feili məchulda işlənmir. Əvəzində allow işlənir. Onun sinonimi. Birinci kateqoriyadan bu qədər. Keçirik ikinci kateqoriya. İkinci kateqoriya hissi qavrayış bildirən feillərimiz var. Hansı ki, cəmi 6 dənədir. Bunlar see, hear, notice, watch, observe. Avtomatik düzəltmir, baxmışıq. Bir də feeldir. Bu feillərdən sonra bizim tamamlığımız həm to-suz, həm də ing ilə işlənə bilər. Baxın, yazıram. I watch the children playing in the yard, or I watch the children play in the yard. Bunların hər ikisi düzdür. Yəni, mənim mürəkkəb tamamlığımda ikinci kateqoriyadakı feillərdən sonra mürəkkəb tamamlığımın feili həm ing ilə işlənə bilər, həm də to-suz sadəcə base, əsas forma ilə işlənə bilər. Hər ikisi düzdür. Deməli, hansı feillərdən sonra? Sadəcə bu 6 feildən sonra. Tamam mı? Başqa bir feil yoxdur. Burada baxın, ing ilə olan var. Biz bir də ing-i harda görmüşdük? Biz də ing-ni görmüşdük davam edici zamanda, düzdürmü? Gəlin bunu belə üstə yazın. Biz görmüşdük davam edici zamanda. Məsələn, I watch that the children were playing in the yard. To watch. Gəlmir, yazıq. Mən gördüm ki, uşaqlar həyətdə oynayırlar. Artıq uşaqlar, burada mürəkkəb tamamlıq yoxdur. Burada nə var? Mürəkkəb cümlə var. Baxın, mənim bu bir mübtədam. Bu ikinci mübtədam. Bu bir xəbər, bu da ikinci xəbər. Artıq ortaya to be girdi və zaman, burada bir xəbər yarandı. Zamana görə dəyişdi, nə bilim, neynədir. Yəni, were playing burada xəbərdir. Mürəkkəb tamamlığın bir hissəsi deyil. Ona görə də biz nə vaxt ki,
obyekt hal, yəni obyektimizlə hərəkət bildirən söz arasında başqa bir feil varsa, yəni to be varsa, bu o deməkdir ki, burada davam edici zaman var və obyektim artıq obyekt deyil, mübtədadır, subyektdir. Bu da hərəkət bildirən feil yox, birbaşa xəbərdir. Tamammı? Deməli, nə edirik? Mürəkkəb cümlə ilə mürəkkəb tamamlığı qarışdırmırıq. Obyekt üstəgəl birbaşa ing-li feil, mürəkkəb cümlədə isə subyekt üstəgəl xəbər olacaqdır. Tamammı? Bu qədər. Keçək 3-ə. Yerdə qalan bütün feillər, hansı ki biz öyrəndik, birinci kateqoriyada 2 feil var, ikinci kateqoriyada cəmi 6 feil var. Bu 8 feildən başqa yerdə qalan bütün feillərdən sonra tamamlıqdakı xəbər, feil bu ilə işlənir. Məsələn, I asked him to go. I wanted you to write me. Nə bilim, I expected you to come with me. Gördünüzmü? Bütün cümlələrdə obyekt tamamlığında, mürəkkəb tamamlığında nə var? To var, məstər var. Gördük, düzdürmü hamısını? Okey, bura qədər gəldik. İndi bizim bir-iki qeydimiz var idi. Bu qeydlərə baxaq. Qeyd 1. Və bağlayıcısı, and bağlayıcısı. Məşhur bağlayıcı idi ki, hansı ki feillə işlənərkən hər ikisini eyni zamanda istəyirdi, xəbərlə işləyərkən. Yadınızdan gəlir yəqin ki zamanlardan. Eyni zaman, eyni forma. Sifətlə işlənəndə hər iki tərəfini eyni dərəcə istəyirdi. Eləcə də obyekt halda işlənərkən bu feillərdən hansının işlənirsə yanında ikisini də eyni formada istəyir. Məsəl üçün, I let him go and speak to her. Baxın, let-dən sonra onsuz da heç bir feildə heç nə olmamalıdır, düzdürmü? Baxın, and-in hər iki tərəfində heç nə yoxdur. Bunda yazmamışdım, and-dən sonra to yazım, elə bir şey yoxdur. I watch him going and speaking to her. Artıq burada bir tərəfdə ing verib, digər tərəfdə ing-siz işlədə bilmərik. And-in hər iki tərəfi eyni olmalıdır. ing varsa burada da olmalıdır, yoxdursa burada da olmamalıdır. Birini verim, birini verməyim, elə bir şey olmaz. I expected him to go and speak to her. Amma to ilə işlənən feillərdə to-nu sadəcə bir dəfə işlədirik. Necə ki, more, most yadınızdadır, sadəcə bir tərəfdə işlədirdik, ikinci tərəfə keçirtmirdik. Və yaxud da üstünlükdə the article-ını bir dəfə işlədirdik, ikinci tərəfə keçirtmirdik. Bu da onun kimi bir şeydir. Qeyd 2. Burada diqqət edirsiniz nəyə? Bizim şəxsə kəmiyyətə görə dəyişən feilimiz xəbər olandır. Obyekt halın nəymiş? Mürəkkəb tamamlığın, complex objectin feili zamana, şəxsə və ya kəmiyyətə görə dəyişmir. Əlbəttə ki, dəyişməyəcək. Niyə dəyişsin? Bu xəbər deyil axı. Tamamlıq necə şəxsə kəmiyyətə görə dəyişə bilər və yaxud da zamana görə dəyişə bilər? Əlbəttə dəyişə bilməz. Məsəl üçün, burada he verdim. He sees her speaking to me. Burada xəbərim üçüncü şəxsin təkinə görə S şəkilçisi qəbul edir. Amma mənim obyektimin feili, mürəkkəb tamamlığımın feili heç bir şəkilçi qəbul etməyəcək. Çünki o cümlənin xəbəri deyil, sadəcə tamamlığıdır. Qeyd 3. Əgər cümlədə bir neçə feil varsa, məsələn, I tried to make him believe me. Baxın, neçə dənə feilim var? 3 dənə, düzdürmü? Cümlədə neçə dənə feil varsa,
heç bir nədən çəkinmirsiniz, narahat olmursunuz ki, bu feillərlə mən necə başa çıxacağam. Sadəcə yadınızda saxlayırsınız ki, hər feil özündən əvvəl gələn feillə uyğunlaşmalıdır. Baxın, make tried-dan sonra gəlib, düzdürmü? Tried neçənci qrupdur? Üçüncü qrup. Nə tələb edir? To-lu feil. Baxın, ondan sonra to-lu feil gəlibdir. Believe make-dən sonra gəlib. Make neçənci qrupdur? Kateqoriyadır. Birinci kateqoriya. Nə istəyir? To-suz feil. Believe-im to-suz verilibdir. Başa düşdünüzmü? Hər feil özündən əvvəl gələn feillə uzlaşır. Bu qədər sadə. Qeyd 4. Uşaqlar, bir də 4-cü qeyddə burada belə bir şey qeyd edəcəm. Sadəcə əslində fərqli bir şey demirəm. Qarışdırmayasınız deyə vurğulayıram, amma indiyə qədər öyrəndiklərimiz bir şeydir. Məsəl üçün, let them be friends. Burada beni görəndə çaşmayın. Mən necə deyirəmsə ki, obyekt hal deyə qaldım. Mürəkkəb tamamlığın feili şəxsi kəmiyyətə görə dəyişmir, düzdürmü? Yəni, bu to be feilinin to atılıb yerdə qalmış, yəni bazasıdır, düzdürmü? Əsasıdır. Bu əsası işlədirəm burada. Gətirib artıq bu them 3-cü şəxsin təkdir deyə, cəmidir deyə bunu götürüb arı yazmayacağım. Tamam mı? Let them be friends olacaqdır. To-nu atıram, yerdə qalan əsas formanı götürüb işlədirəm. Bu qədər. Gedirsiniz, testi işləyirsiniz. Test 9-cu sinifdə cəmi 59 dənədir səhvlərimsə. Ondan bu yana artıq gerund infinitiv işlənməsidir. Onda növbət dərsdə izah edəcəm. Sağ olun, gecəniz xeyrə qalsın.